Bir çox həlli sualı qüvvətinə və sərbəst həddinə aid bizə bu formada bir çox həlli vermişdir. Deyir ki, bunun qüvvəti ilə sərbəst həddini tapın. Düzdür, misal qarışıq formada görsənə bilər. Amma burada deməli bunu qüvvətə yüksəltməyə, sonra bir-birinə vurub hasilini tapmağa ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Çoxhəllinin qüvvəti tapanda biz onun ən böyüyünü götürürük. Yəni bunun ən böyüyü harda yarana bilər ona baxırıq. Birinci baxırıq içəri. İçəridə dərəcəsi böyük olan 4x üstü 6-dır. Deməli biz onu yanında, yəni x üstü 6 bizə lazımdır. X üstü 6-nın sadəcə 13-cü dərəcəni qüvvətə yüksəltmemiz kifayətdir. Yəni çöldəx 13-dür, qüvvətimiz ona görə vurulsun. Digər mötərciyə baxırıq. Burada isə bir dənə elə çoxhəlli var x kvadrat. X kvadratını 3-cü dərəcədən qüvvətə yüksəldirik. Deməli x üstü 6-nı 13-ə vuranda eləyir 78. Burada isə x üstü eləyir 6 bərabərdir. X üstü əsasları eyni olanda üstü qüvvətlər toplanır. 78 ilə də 6-nı toplayanda eləyir 84. Bu bizim birinci tapdıq qüvvəti. Qüvvətimiz 84-dür. Sərbəst həddini isə necə tapırıq? Sərbəst hardadır? Burada. 1. Yəni -1. -1-in 13-cü dərəcənin qüvvəti elə -1-ə bərabərdir. Digər mötərizədə sərbəst həddimiz 3-dür. 3-cü dərəcənin qüvvəti 27-dir. 27-ni də -1-ə vuranda eləyir -27. Və bizdən sərbəst həddi ilə qüvvətinin deməli əslində sualda cəmini deyir. Mən sadəcə burada hasilini yazmışam. -27-ni 84-ə vurmalısınız. Bu qədər.